Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bugün televiziyalar uşaqlar haqqında danışacaq. Rəsmilər, deputatlar, ekspertlər, jurnalistlər, hamı uşaqlar haqqında danışacaq. Hamı deyəcək, uşaqlar bizim gələcəyimizdir, uşaqlar ən böyük sərvətimizdir, uşaqlar dövlətimizin gələcəyidir. Mənə elə gəlir ki, uşaqlar bunları eşitsə, özləri də təəccüblənəcəklər. Çünki ilin 364 günü onların adını çəkəndə bəzilərinin üz ifadəsi elə olur ki, güya söhbət gələcəkdən yox, büdcəyə edilmiş kiber hücumdan gedir. Bir ata çıxıb deyir, uşağa görə biraz dəstək verin. Bu söz deyilən kimi ölkədə fövqəladə vəziyyət elan olunur. İqtisadçılar studiyalara qaçır, deputatlar müsahibə verir, ekspertlər elmi araşdırma aparır, jurnalistlər debat açır. Elə bil kimsə Mərkəzi Bankı yox, uşaq bağçasını qarət edib. Deyirlər, yox, olmaz, büdcə tab gətirməz, iqtisadiyyat çökər. Adam soruşur, nə qədər pul istəyirlər? Deyirlər, hələ bilmirik, bəs niyə narahatsınız? Adətdir də. Mən son vaxtlar maraqlı bir iqtisadi nəzəriyyə kəşf etmişəm. Bu nəzəriyyəyə görə ölkənin bütün maliyyə sabitliyi 5 yaşlı Muradın çiyinləri üzərində dayanır. Əgər Muradın ailəsinə yardım verilsə, iqtisadiyyat dağılacaq. Əgər verilməsə, hər şey əla olacaq. Bu qədər sadə. Yeni qaydalara görə müəllim uşağa qarşı qanun pozuntusu etsə 200 manat, valideyn uşağa qarşı qanun pozuntusu etsə 200 manat, deməli nəhayət uşağın rəsmi bazar qiyməti müəyyənləşib. 200 manat. Təbrik edirəm. İndi qaldı uşağın üzərinə barkod yapışdırmaq. Bəzi ekspertlərin müzakirələrində belə çıxır ki, uşaq problem yaratsa pul, uşaq haqqında qayğı istəsən, yox. Böyle bir xəstəxananın qarşısında yazılıb, xəstələnmək olar, amma müalicə istəmək qadağandır. Bir də bəzi televiziya qəhrəmanları var, onlar çox az görsənirlər. Əlamətlər günlərdə bir də görürsünüz ki, mikrofonu əllərini aldılar və başladılar. Uşaqları çox sevirik, uşaqlar bizim gələcəyimizdir, uşaqlar müqəddəsdir. Sonra kimsə soruşur, bəs uşağa biraz dəstək necə? Birdən mikrofon xışıltı verir, kamera sönür, mövzu dəyişir, hava haqqında reportaj başlayır. Ən gülməlisi isə odur ki, eyni adamlar hər gün deyirlər, demokratiya artmalıdır, ailələr çoxalmalıdır, doğum səviyyəsi yüksəlməlidir. Amma ailəyə dəstək məsələsi gələndə elə danışırlar ki, güya ölkənin bütün iqtisadiyyatı bir körpənin pampersindən asılıdır. Belə çıxır ki, uşaq doğulmamışdan əvvəl strateji sərvətdir, doğulandan sonra isə maliyyə riski. Amma zarafatı bir kənara qoyaq. 1 iyun sadəcə təbrik günü deyil də. Bugün uşaqları şarlarla sevindirmək də olar, şeirlər də oxumaq olar, tədbirlər də keçirmək gözəldir. Amma uşaqlar üçün ən böyük hədiyyə gözəl çıxışlar deyil. Onların hüquqlarını qorumaqdır, onların təhsilinə yatırım etməkdir, onların sağlamlığına diqqət etməkdir. Və ən əsası, onları büdcəyə yük kimi yox, ölkənin gələcəyi kimi görməkdir. Çünki bugün məktəbə gedən uşaq sabahın müəllimidir. Bugün oyuncağı ilə oynayan uşaq sabahın həkimidir. Bugün əlindən tutduğumuz uşaq sabah bu ölkənin bəlkə də sahibidir. Ona görə də 1 iyunda uşaqlara siz bizim gələcəyimizsiniz deməzdən əvvəl bir sualı özümüzə verməliyik. Biz gələcəyimizi həqiqətən sevirik, yoxsa sadəcə bayram günləri xatırlayırıq? Ramil Qafarov.